Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Quba Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin xidməti ərazisi ümumilikdə 26.146 hektar suvarılan sahəni əhatə edir. Xidmət göstərilən ərazilərin suvarma suyuna olan tələbatı Quba rayon ərazisindən keçən dağ çaylarının su ehtiyatları, Samur-Abşeron kanalından verilən su və 60 ədəd subarteziyan quyularından çıxarılan su hesabına təmin edilir. İdarənin əsas vəzifələrindən biri isə Quba şəhərini və ətraf yaşayış məntəqələrini, o cümlədən əkin sahələrini sel sularından qorumaqdan ibarətdir. Bu istiqamətdə idarə işlərini günün tələblərinə uyğun olaraq qurub. Quru çayda görünməmiş son illərdə, son 50-60 illərdə görünməmiş dərəcədə sel gəlmiş və Aşağı Xuç kəndinin bağ təsərrüfatlarının, evlərinin yolması təhlükəsi qarşısında qalmışdır. Leysan yağışların yağmasına və selin həddən artıq çox olmasına baxmayaraq, ağır mexanizmlərlə buldozerləri həmin əraziyə cəlb edərək gecə ilə həmin kəndə selin girməsinin qarşısını aldıq və əhali və yaşayış evləri, bağlar seldən qorunmuşdur. Quba sakinləri son illər yağıntıların həddindən artıq çox olması və bunun nəticəsində çaylarda sulluğun artmasını qeyd edirlər. Lakin görülən qabaqlayıcı tədbirlər onların yaşadıqları əraziləri və əkin sahələrini qoruyub. Neçə ildir mən burada yaşayıram, belə selin gəlməsini görməmişəm. Bu il isə normadan artıq yağan yağışın nəticələri bulardır. Gəlib bütün ana arxımızı, sahə sulayan ana arxları, bir də ki, kəndin çıxacaq yolun sel yuyub aparıb, su idarəsi sağ olsun, texnika verib, 3-cü dəfədir burada iş gedir. Rayon ərazisindən axan 6 dağ çayında bolsulluq müşahidə olunur. Buna baxmayaraq bütün tədbirlər idarənin texnikaları vasitəsilə davam etdirilir. Ümumilikdə sel dövründə Quba Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fəaliyyət göstərilmiş, bütün çaylarda riskin aşağı salınması, ətraf yaşayış məntəqələri üçün riskin aşağı salınması məqsədi ilə çaylarda növbəllik sistemi tətbiq edilmiş, çayların idarə olunmasında texnikalar vasitəsilə tərəfimizdən tədbirlər görülmüşdür. Suvarma suyunun mənbələrdən götürülərək kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə çatdırılması məqsədi ilə ümumi uzunluğu 556,3 kilometr təşkil edən suvarma şəbəkəsindən istifadə olunur. Həmin şəbəkənin 244,1 kilometr hissəsi açıq torpaq məcralı kanallardan, 119,3 kilometr açıq beton üzlüklü kanallardan və 192,9 kilometr qapalı boru xətlərdən ibarətdir. Bundan başqa bu müddət ərzində daxil olmuş 31 texniki şərtdən hamısı qüvvədə olan normativ tələblərə uyğun olaraq icra edilib. İçməli su təchizatı və kanalizasiya şəbəkələrində baş vermiş 157 qəza və su sızması operativ qaydada aradan qaldırılıb. Qəza bərpa işləri çərçivəsində ümumilikdə 41 metr uzunluğunda su xətti dəyişdirilərək istismara yararlı vəziyyətə gətirilib.